atanın sevgisini qazanmaq üçün gərək hansısa şərtləri yerinə yetirəsən. Ananın sevgisini qazanmaq üçün heç nə yetirmək lazım deyil. O sənin əyri burnumu da sevəcək. O sənin nə bilim, hər halını sevəcək. Hər halını. Sən onun üçün bütün hallarda möcüzə mənbəyisən. Yorulanda, özünü sevgisiz siləyəndə at özü ananın üstünə. Ana səni həmişə sevəcək. Hazır sevgi deposudur ana. Amma ata elə deyil. Ata gözləyir ki, sən bir nailiyyət qazanasan, bir ov ovlayasan, quş quşlayasan. Qədimlik, Dədə Qorqud dili ilə desən. Yəni bir nailiyyətin olsun sənin. Ona görə atalarla evladların münasibətləri daha yaralı olur. Ata ağır missiya daşıyır. İndi bu ağır missiya daşıyan adamın missiyasını məhv elədilər.